Allah bu dünyada sizlərə nəsib edir. Bir dənə duam odur ki, bu dünyada nəsib edir, ahirətdə də şəfaati sizlərə nəsib edəsin. İlahımdan əvvəl Muhammed adı, Muhammed Səmalı, nurani salavat edir. Allah'a 28 yaşında ailə qurmadan şəhid olan bir xanımdır. Qum deyilişdə qumdur, yazılışda deyilişdə qumdur, deyilişdə qumdur. Qum sözünün mənası qaf deməkdir. Həzrəti Cəbrail əleyhissalam gəldi, gördü, bu yerdə şeytan əyləşir. Gəldi, dedi, qum, qaf. Yəni buranın murdağlama bir niyə? Bir zaman gələcək, Peyğəmbər balasından, Zəhra balasından bir xanım ailə qurmadan dünyasını dəyişəcək. O da gəlişi bura, İmam Hücar İslam'da Allah lənət etsin, məmun ki, çağırdı ki, Nişapurda ki, gedib qəbrin ziyarət edəcək ki, oradakı görüşünə gələrdi. Mədiniyə məktub yazdı ki, bazı gəl mənim görüşümə, darıxıram. O ki, xanım gəldi, burada xəstələndi və qardaşının ziyarətinə çatmamış dünyasını dəyişdi. İnşallah ki, sizlər ki, gəlirsiniz, bu xanımın adı Fatimədir. Biz deyir ki, məsumə. Yəni, məsumə, bəzi insanlar deyir ki, mənsumədir, məsum deməkdir. Günahsız bir xanımdır, adı da Fatimədir. Xoş halda gəlib ziyarət edirsiniz, Allah ziyarətçi qəbul eləsin inşallah. Bu ziyarət sizdə axırıncı qərar versin. Amma bir dənə sizdən xahişim ki, dərk edib gələsiniz, niyyət edəsiniz ki, biz gəlmişik xanımın ziyarətinə. Allah'ın da verən izzət cəlal hörmətinə Allah sizləri həqiqi əhlini sevənlərdən qərar versin və əhlini davamçılarından qərar versin. Bu yolda sizləri sabit qədəm eləsin inşallah. Muhammed adı Muhammed Cəmalına nurani səlavat edin. Allah Şükür namazının vaxtından keçib, bilmirəm keçmir. Bizim saatımızla nə qədərdir? Keçib. Namazı qılırız, hələ gün çıxmır. Şükür namazı qılandan sonra 2 rükətdə xanıma da hədiyyə namazı, sübh namazı kimi. Bu əs-salahla qılınacaq. Əs-salah niyyət edirəm xanım Fatimə hədiyyə namazı qılınlar, qurbətə vacibdir. Qurbətdən ilə Allah geçir, sübh namazı. Allah qəbul edirsin. Ya Allah.